Və biz tarixə baxdıqda görürük ki, demək, 1-ci Dara, Əhəməni şahı 1-ci Dara Bistun dağlarında böyük bir rəsm çəkdirir və onun yanına öz qələbəsini yazır. Və o bu qələbəsində demək Perslərin Madalara qələbəsindən danışır. Niyə? Nə baş vermişdi ki, 1-ci Dara bax sevinclə bütün dünya elan etmək istəyirdi ki, biz sütun yazıtlarında mən Madalara qələbə çaldım. Hansı ki, bu qələbəni daha sonra Firdovsi öz şahnaməsində İran-Turan davası kimi yazacaqdır. Və biz bunu anlamaq üçün ilk əvvəl Subarları yenidən xatırlamalıyıq. Hansı Subarlar eramızdan əvvəl 3-cü minlikdə bir bəylik kimi vardı. Onun alt şəmsiyəsində olan, onun dağılmasından sonra biz Kuti, Lulubi, Turukki, Su tayfa birliklərinin yarandığını gördük. Bunlar daha sonra əraziyə gələn Proto-Hami Sami, Proto-Hind-Avropa xalqlarının təsiri ilə, Proto-Qafqaz dilli xalqların təsiri ilə zəiflədi. Lakin eramızdan əvvəl 9-cu, 8-ci yüzildə Kimer sakların bu əraziyə gəlməsi ilə onlar yenidən gücləndi və Manna və Midiya dövlətini qurdu. Lakin bu dönəmdə Asurlar demək eramızdan əvvəl 7-ci əsrdə Proto-Azərbaycanlıları, Proto-Türk xalqlarını, Azərbaycanda yaşayan türkləri dəfələrlə məğlub edərək pərən-pərən salır. Onları fərqli ərazilərə sürgün edir. Və Asurlar eramızdan əvvəl 721-ci ildə Yahudi dövlətini məğlub edir və nəticədə orada olan 30 mindən çox Yahudini günümüz Azərbaycan ərazisinə sürgün etdirir. Hansı ki, həmin o Yahudilər daha sonra Dağ Cuhudu olaraq xatırlanır və günümüzdə də Azərbaycanda bir hissəsi yaşamaqdadır. Və eyni ilə eramızdan əvvəl 673-cü ildə Asurlar Subarlara qələbə qazandıqdan sonra Subar şəhərlərini darmadağın edir və bu ərazilərə Hayların bir hissəsini köç etdirir. Fələstin ərazisində yaşayan Hayların bir hissəsini Göyçə gölünə doğru gəlişi bu zamandadır. Və biz artıq qeyd etdiyim kimi Asur sənədlərində görürük ki, eramızdan əvvəl 738-ci ildə Azərbaycan boyları, Proto-Türk boyları darmadağın edilir və bunlar içində biz Kutu, Lulubi, Zəngi, Nakabi, Budi kimi boy adlarının olduğunu görürük. Və demək ki, Türk boylarını bu ərazidən Asur və Urartu dönəmində məğlub olur, onları deportasiya edirlər. Asurlar bu əraziyə qismən Hayları gətirir, Yahudiləri gətirir. Urartular isə öz Proto-Qafqaz dilli xalqlarını bu ərazilərə gətirmişdi. Lakin bu seyrələşmənin qarşısı nə zaman alındı? Demək, Qara Dənizdən günümüz Azərbaycan ərazisinə gələn Sak Kimerlərlə bu seyrələşmənin qarşısı alındı. Türk varlığı yenidən yaşamağa başladı. Lakin Madalara kömək edən Sak türkləri daha sonra Asurlarla ittifaq qurdu. Və elə bu səbəbdən də demək 616-cı ilə biz baxanda görürük ki, Mada hökmdarı Kiaksar şah Babil hökmdarı ilə müqavilə bağlayır, ittifaq bağlayır və Asurlar isə demək Manna dövləti ilə ittifaq bağlayır və vuruşurlar. Və bu vuruşda eramızdan əvvəl 615-612-ci ildə Mada və Babil ordusu qələbə qazanır. Nəticədə Asur dövləti tarixdən silinir və Manna dövləti süquta uğrayır. Yenində Mada dövləti artıq mərkəzi böyük dövlətə çevrilir. Lakin bu Mada dövləti də artıq qeyd etdiyim kimi Saklarla zaman-zaman dostluq münasibətində olur, zaman-zaman düşmənçilik münasibətində olur. Hansı ki, bu düşmənçiliyi daha sonra Kiaksar Sak bəylərini çağıraraq qonaqlığa çağırır, hamısını zəhərləyir. Bu formada qələbə qazanır.